Okey, tezə instrumentləri verməmişdən qabaq köhnə instrumentləri bir dənə göstəreyim. Misal üçün OG USDT 22% short gedib mənim verdiyim səviyyədən. Bəzi insanlar var, bir-iki nəfər də var şəxsiyə yazıb söhbət eləyəndə deyir ki, mən belə tarqabat edirəm ki, qiymət çox düşəndə mən long verirəm. Ona görə deyirəm ki, elə eləmək lazım deyil. Mən əksinə, mən həmişə daha çox böyük short gedəndən sonra qazanıram. ETC USDT long vermişdi mənim səviyyəmdən 3.79% ki 3.79 ETC kimi bir instrument üçün böyük bir hərəkət. Yəni balaca bir hərəkət deyil, yetərli hərəkət. ZBT USDT 10%. Bulla USDT bunu bu gün shorta götürmüşdüm elə yol üstü. 1-in 7-yə götürdüyüm instrument 10% gedib. Sonra qayıdıb yəqin bitok gedib. Çünki bu məncə biraz da shorta getməli idi, amma problem yoxdur. Mən pulumu götürüb durmuşam qırağa. Mənə başqa heç nə maraqlandırmır. A2 USDT bunu vermişdim. Yenə verirəm 0.001553. Fox USDT yenə verirəm 3.400. Bit USDT evə indi gəlmişəm. Buna deyəsən alert qoymamışdım. Bu da yaxşı gedib, pis deyil. Buradan nəsə götürmək olardı yəqin ki, amma heç nə. Canımız sağ olsun. Holo USDT 0.09216. Buna vaxt lazımdır, amma salın listə. Trump USDT heç xoşum gəlmir bu instrumenti tarqavat eləməkdən, amma instrumentdir də yəni. Düzdür, bunu tarqavat eləyəndə həmişə 2 qat aşağı risklə tarqavat eləyirəm. Amma müğayət olur. TIA USDT 0.5961. Salın listə, amma bunlardan biraz ehtiyatlı olun. Bunlar yalançı strike da verib shorta gedə bilər. Longa getmək üçün bunların hamısına mənə yaxın retestlər lazımdır. Yaxın retest nədir? Misal üçün bu Trump USDT olan kimi instrument gəldiyi səviyyəyə dəydi ya da ki keçdi, sonra düşdü, tezdən qayıdır. Sadəcə bu Trump USDT-dən nəyə görə xoşum gəlmir? Atqatımız çox böyük olub. Görürsünüz, qiymət instrument səviyyəni keçəndən sonra çox düşüb aşağı. Belə hallar olanda instrument çox enerji itirir. Ona görə Trump mənim üçün ən azından bir neçə gün konsolidasiya verməlidir. TIA-nı dedim. ICP USDT. Burada da mənə yaxın retest lazımdır. Bu qədər. Uşaqlar, bu işdə yəni 100%'lik heç nə yoxdur da. Hamı risk managementin qoruyub, risk managementinin işləyib, yəni idarə eləyib elə işləməli. Emosiyalara qapılıb işləmək lazım deyil.